بسم الله الرحمن الرحيم إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وسلم تسليما كثيرا إلى يوم الدين أما بعد. Sabilur Raşad kitabında hadis bölümündə, namaz bölümündə hadisləri oxumağa davam edirik. Bismillahirrahmanirrahim. Həddəthənə Muhammed ibn Abdullah ibn Numeyr. Həddəthənə Əbi. Həddəthənə Badr ibn Osman. Həddəthənə Əbu Bakr ibn Əbi Musa an əbihi. An Rasulillahi sallallahu aleyhi və səlləm ənəhu ətəhu sailun yəsəluhu an məvaqitis salah. فلم يرد عليه شيئا قال فأقام الفجر حين انشق الفجر والناس لا يكاد يعرف بعضهم بعضا ثم أمره فأقام بالظهر حين زالت الشمس والقائل يقول قد انتصف النهار وهو كان أعلم منهم ثم أمره فأقام بالعصر والشمس مرتفعة ثم أمره فأقام بالمغرب حين وقعت الشمس ثم أمره فأقام العشاء حين غاب الشفق ثم أخر الفجر من الغد حتى انصرف منها والقائل يقول قد طلعت الشمس أو كادت ثم أخر الظهر حتى كان قريبا من وقت العصر بالأمس ثم أخر العصر حتى انصرف منها والقائل يقول قد احمرت الشمس ثم أخر المغرب حتى كان عند سقوط الشفق ثم أخر العشاء حتى كان ثلث الليل الأول ثم أصبح فدعا السائل فقال الوقت بين هذين. أخرجه أحمد ومسلم وأبو داود والنسائي. محمد بن عبد الله بن نمير الحمداني الكوفي أبو عبد الرحمن ثقة حافظ فاضل من العاشرة مات سنة 34 و200. Yani güvənilən hafiz, fəzilət sahibi birisidir. 10-cu təbəqədən, ölüm tarixi 234-cü il. Atası Abdullah ibn Numeyr el-Hamdani Ebu Hişam el-Kufi thiqatun sahibi hadith min əhli sünnə min kibari təsi'a mətə sənətə 99 və 100. O da hamçinin Həmdanidir. Əbu Hişam el-Kufi thiqat güvənilən birisidir. Sünnətə əhli olan birisidir. 9-cu təbəqənin böyüklərindəndir. Ölüm tarixi 199-cu il. Badr ibn Osman el-Umavi Mevlahum el-Kufi thiqa minəs sadisə. 6-cı təbəqədən olan güvənilən bir ravidir. Əbu Bakr ibn Əbi Musa el-Əş'ari ismuhu Amr Əbu Amir thiqa minəs thalitə mətə sənətə 60 və 100. Əbu Musa el-Əş'arinin oğludur. Əbu Musa el-Əş'ari radiyallahu anh'ın adı Abdullah ibn Qays'dir. Bu da Əbu Bakr ibn Əbi Musa el-Əş'aridir. Adı Amr və Amir olub. İkisindən biridir. Adının ixtilafı edilmişdir. Güvənilən ravidir. 3-cü təbəqədəndir. Ölüm tarixi 106-cı il. Atasından danışır. Atası deyir ki, Rasulullah sallallahu aleyhi ve sellemin yanına bir sual verən gəldi və ondan namazın vaxtları haqqında soruşurdu. Ona cavab vermədi Peyğəmbər sallallahu aleyhi ve sellem. Sonra dedi ki, fəcr iki yarı olanda, yəni fəcrin yarısında insanlar bir-birlərini tanımadığı zaman, yəni qaranlıq olan vaxtda qıldırdı fəcr namazını. Sonra əmr etdi ki, ona zöhrə iqamə verilsin, günəş meyl etdiyi zaman. Və deyir, onda yəni deyən adam deyə bilərdi ki, artıq gün günorta olub, yəni günün yarısıdır. O deyir, amma Rasulullah sallallahu aleyhi ve sellem onlardan daha yaxşı bilir, yəni vaxtın nə olduğunu. Sonra ona əmr etdi ki, əsrə iqamə versin və əsri qılsınlar. Günəş deyir, qalxmışdı. Yəni günəş xeyli yüksəlmişdi. Sonra əmr etdi ki, məğribə iqamə verilsin və məğrib qılınsın günəş batdığı zaman. Sonra əmr verdi ki, işə namazına iqamə verilsin və qılınsın şəfəq etdiyi zaman. Sonra növbəti gün fəcri o qədər ertələdi ki, ondan fəcri qılıb bitirib dönüb getdiyi zaman deyən adam deyə bilərdi ki, artıq günəş çıxacaqdır və günəş çıxmağına az qalmışdır.
Sonra zöhrü o vaxta qədər öncəki gün əsr qıldığı vaxta yaxın vaxta qədər ertələdi. Sonra əsr namazını da deyir, ertələdi. Ta o vaxta qədər ki, deyən adam deyə bilərdi ki, artıq günəş qızarmışdır, günəş qırmızı olmuşdur. Sonra məğribi ertələdi, ta ki, şəfəqin itməsinə yaxın bir vaxtda. Sonra işanı da gecənin ilk üçdə biri olanda kənə thulusul leylil əvvəl, yəni gecənin ilk üçdə biri olanda qədər yəni ertələdi. Sonra sual verəni çağırdı və dedi ki, vaxt bu ikisinin arasındadır. Hədisi Əhməd, Müslim, Əbu Davud və Nəsai rəvayət etmişlərdir. Növbəti hədisimiz Bismillahirrahmanirrahim. Həddətənə Yahya ibn Hubeyb el-Harithi, həddətənə Xalid ibn el-Harith, həddətənə Şü'bə, əxbarəni Səyyar ibn Sələmə, قال سمعت أبي يسأل أبا برزة عن صلاة رسول الله صلى الله عليه وسلم قال قلت أأنت سمعته قال فقال كأنما أسمعك الساعة قال سمعت أبي يسأله عن صلاة رسول الله صلى الله عليه وسلم فقال كان لا يبالي بعد تأخيرها قال يعني العشاء إلى نصف الليل ولا يحب النوم قبلها ولا الحديث بعدها قال شعبة ثم لقيته بعد فسألته فقال وكان يصلي الظهر حين تزول الشمس والعصر يذهب الرجل إلى أقصى المدينة والشمس حية أي لم تصفر ثم والمغرب لا أدري أي حين كان حين ذكره قال لا ثم لقيته بعد فسألته فقال وكان يصلي الصبح فينصرف الرجل فينظر إلى وجه جليسه الذي يعرفه فيعرفه قال وكان يقرأ فيها بالستين إلى 100 أخرجه أحمد والدارمي والبخاري ومسلم وأبو داود وابن ماجة والترمذي والنسائي وابن خزيمة. Hədisin isnadında olan raviləri əksərini biz dünən olaraq danışmışdır. Səyyar ibn Sələmə, Ər-Rəyahi, Əbul Minhəl, Əl-Basri, Thiqa minər-Rabi'a, yəni güvənilən olan 4-cü təbəqədə olan bir ravidir. Deyir, atamı eşitdim ki, Əbu Bərzə Əl-İsləmidən soruşur. Əbu Bərzə Əl-İsləmi sahabədir rədiyallahu anhu. Rasulullah sallallahu aleyhi ve sellem'in namazı haqqında soruşur. Dedi ki, sən ondan eşitmisənmi? Dedi ki, indi səni eşitdiyim kimi. Sonra deyir, atamı eşitdim ki, ondan Rasulullah sallallahu aleyhi ve sellem'in namazı haqqında soruşur. Deyir, o da dedi ki, deyir, kənə lə yubali ba'də təxirihə. Yəni, işə namazını deyir, bəzi etələməyi deyir, fikir verməz. Yəni, etələməyə qədər, yəni, o qədər əhəmiyyət verməz ki, etələsin. Yəni, məsələn, deyir ki, gecənin yarısına qədər ertəliyərdi. Yəni, tez qılmağa əhəmiyyət verməzdi, ertəliyərdi. İşə namazından əvvəl yatmağı, sonra isə danışmağı sevməzdi. Şöbə deyir ki, daha sonra deyir, onunla deyir, qarşılaşdım və ondan deyir, soruşdum ki, yəni, başqa namazlar haqqında soruşub. O deyir ki, Rasulullah sallallahu aleyhi ve sellem zuhur namazını günəş meyl etdiyi zaman qılırdı və əsr namazını isə deyir, insan Mədinənin deyir, qırağına qədər gedərdi və deyir, günəş yəni, hələ tam saralmamışdı, günəş saralmamışdı. O vaxta qədər yəni, qılırdılar. Sonra deyir, məğribi bilmirəm hansı vaxt dikir etdik, yəni hansı vaxta qılınmağını dikir etdik. Sonra deyir, yenə onunla görüşdüm və ondan soruşdum. Və deyir ki, sübh namazını deyir, qıldırırdı. İnsan deyir, namazı qıldıqdan sonra yanında oturan adam hansı tanıyır onu, ona baxırdı və onu tanıyırdı. Və deyir ki, əlavə edir ki, həmin namazda, yəni sübh namazında 60-dan 100-ə qədər ayət oxuyurdu. Hədisi Əhməd, Darimi, Buxari, Muslim, Əbu Davud, İbn Məcə, Tirmizi, Nəsai və İbn Xuzeymə rəvayət etmişlərdir. Növbəti hədisimiz Həddətənə Yahya ibn Ədəm, Həddətənə İbn-ül Mübarək, An Hüseyn ibn Ali, Qalə Həddətəni Vahb ibn Keysan, An Cabir ibn Abdillah və huvəl Ansari. أن النبي صلى الله عليه وسلم جاءه جبريل فقال قم فصلى الظهر حين زالت الشمس ثم جاءه العصر فقال قم فصلى العصر حين صار ظل كل شيء مثله أو قال صار ظله مثله ثم جاءه المغرب فقال قم
فصلى حين وجبت الشمس، ثم جاءه العشاء فقال قم فصلى حين غاب الشفق، ثم جاءه الفجر فقال قم فصلى حين برق الفجر، أو قال حين سطع الفجر، ثم جاءه من الغد للظهر فقال قم فصلى الظهر حين صار ظل كل شيء مثله، ثم جاءه للعصر فقال قم فصلى العصر حين صار ظل كل شيء مثليه، ثم جاءه للمغرب وقتا واحدا لم يزل عنه، ثم جاء للعشاء حين ذهب نصف الليل أو قال ثلث الليل فصلى العشاء، ثم جاءه للفجر حين أسفر جدا فقال قم فصلى الفجر، ثم قال ما بين هذين وقت. أخرجه أحمد والترمذي والنسائي وابن حبان والدارقطني والبيهقي. يحيى بن آدم ابن سليمان الكوفي أبو زكريا مولى بني أمية ثقة حافظ فاضل من كبار التاسع، مات سنة 300. Güvenli hadis ravisidir. 9. tabaqanın böyüklerindendir. Ölüm tarixi 203. yıl. İbn Mübarek bilinen bir ravidir, tanıyırıq. Hüseyin ibn Ali Hüseyin ibn Ali ibn Abi Talib el-Haşimi el-Medeni sadukun mukil mine's-sabi'a, mata senete 60 takriben. Hüseyin ibn Ali ibn Abi Talib radıyallahu anhu ve an abi, yani Haşimilerdendir. Resulullah sallallahu aleyhi ve sellem'in nəbəlerinden saduk ve az hadis danışan birisidir. 7. səbəqədəndir. Ölüm tarixi təxminən 60-cı illər. Vahb ibn Keysan el-Quraşi mevlahum Ebu Nuaym el-Medeni el-Muallam Thiqa min kibaril rabi'a, mata senete 27 ve 100. O da Mədinəlidir. 4. təbəqənin böyüklərindəndir. Güvənli hadis ravisidir. Ölüm tarixi 127-ci il. Cabir ibn Abdullah el-Ansari radıyallahu anh deyir ki, Resulullah sallallahu aleyhi ve sellemin yanına Cibril geldi ve dedi ki, qalx namaz qıl. O da qalxdı, günəş meyil etdiyi zaman zöhrə qıldı. Sonra əsr namazında geldi, dedi ki, qalx namaz qıl. O da namazı qıldı. Hər bir şeyin kölgəsi onun misli qədər, onun boyu o qədər olduğu zaman. Sonra məğrib vaxtı geldi ve dedi, qalx namaz qıl. O da günəş batdığı zaman məğrib namazını qıldı. Sonra işa vaxtında geldi ve dedi, qalx namaz qıl, və qalxdı namaz qıldı şəfaq etdiyi zaman. Sonra fəcr vaxtında geldi ve ona dedi, qalx namaz qıl. O da qalxıb namaz qıldı. Fəcr, yəni parlaq olduğu zaman, dan yeri ağardığı zaman. Növbəsi gün zöhr vaxtında geldi ve dedi, qalx namaz qıl. O da qalxdı, zöhrü qıldı. O vaxta qədər ki, hər bir şeyin köyrəsi onun mislində olsun. Sonra isə əsr vaxtında geldi, o dedi, qalx namaz qıl. O da hər bir şeyin kölgəsi onun 2 misli olduğu zaman əsr qıldı. Sonra isə məğrib vaxtına geldi və məğrib vaxtında heç bir dəyişiklik olmadı. Eyni vaxtda qılındı. Sonra işə vaxtında geldi. Gecənin yarısı getdiyi zaman və yaxud da gecənin 1/3 getdiyi zaman işanı qıldı. Sonra fəcr namazının vaxtında geldi. O da artıq çox saraldığı zaman, dan yeri çox ağardığı zaman qıldı. Geldi və dedi, qalx namaz qıl, və qalxdı qıldı fəcr namazını. Dedi ki, bu ikisinin arasında olanlar, vaxtdır, namaz vaxtlarıdır. Hədisi Əhməd, Tirmizi, Nəsai, İbn Hibban, Daraqutni və Beyhaqi rəvayət etmişlərdir. Növbəti hədisimiz Həddətənə Sufyan an-Zuhri an Sa'id an Abi Hüreyrətə qala Rasulullah sallallahu aleyhi ve selleme İzə iştəddəl harb fəəbridu bis-salah fə innə şiddətəl harri min feyhi cəhənnəm. Feyh normalda iyin yayılmasına, ətrin yayılmasına deyilir. İnşallah hədisin isnadı ilə biz tanışıq inşallah. Resulullah sallallahu aleyhi ve sellem deyir ki, isti şiddətli olduğu zaman namazı sərin vaxta qədər ertələyin. Çünki istinin şiddətlənməsi cəhənnəmin belə deyək də, yəni o qoxusunun və yaxud da istisinin yayılmasındandır. Allahın doğrusunu bilir. Hədisi Hümeydi, Əhməd, Buxari və İbn Xüzeymə rəvayət etmişlərdir. Babun fadlu salati as-subhi vel-asr. Bismillahirrahmanirrahim. Haddesena Affan, akhbarana Hammam an Abi Cemrah an Abi Bakr ibn Abi Musa an abihi qala qala Rasulullah sallallahu aleyhi ve sellem
من صلى البردين دخل الجنة. قيل لأبي محمد ما البردين؟ قال الغداة والعصر. أخرجه الدارمي والبخاري ومسلم. Deməli, bu hədisin isnadını biz tanışıq, əvvəllər quraqlı haqqında danışmışıq. Yenə Əbu Bakr ibn Əbi Musa Əl-Əşari radiyallahu anh deyir ki, atasından danışan atası deyir ki, Rasulullah sallallahu aleyhi ve sellem dedi ki, kim iki sərini qılarsa cənnətə girər. Əbu Muhammed, yəni Darimidən soruşurlar ki, iki sərin nədir? Deyir ki, Əl-Qadatu vəl-Asr, yəni sübh namazı ilə əsr namazı. Hədisi Darimi, Buxari və Müslim rəvayət etmişlərdir. Və mən adraka rak'atan min as-salah. Bismillahirrahmanirrahim. Hadathana Abdullah ibn Yusuf qala akhbarana Malik an ibn Shihab an Abi Salamah ibn Abdurrahman an Abi Hurayrata an Rasulullah sallallahu alayhi wa sallam qala man adraka rak'atan min as-salati faqad adraka as-salah. أخرجه الحميد وأحمد والدارمي والبخاري ومسلم وأبو داود وابن ماجة والترمذي والنسائي وابن خزيمة. Deməli, bu hədisin isnadını biz bilirik. Əbu Hüreyrə deyir ki, Rasulullah sallallahu aleyhi ve sellem dedi ki, kim namazdan bir rükata çatarsa, o namaza çatmışdır. Hədisi Hümeydi, Əhməd, Darimi, Buxari, Müslim, Əbu Davud, İbn Macə, Tirmizi, Nəsai və İbn Xuzeymə rəvayət etmişdir. Bu hədisdən açıq aydın göründüyü kimi, rüküyə çatan namaza çatmışdır deyə bir söz, yəni batildir, heç bir əsli yoxdur. Bir rükət təkbirlə, yəni təkbirdən başlayan Fatihə surəsi oxunan, rüküyə edilən, rüküdən qalxılan, səcdəyə gələn, səcdələrin bitməsinə tam bir rükət deyilir. Onlardan biri olmasa, o rükət sayılmaz. Deməli, hansı rükətə çatıbsa, o rükətdən başlanılır sayılması. Bəb mən tərəkəl əsr. Bismillahirrahmanirrahim. Hədəthənə Muslim ibn İbrahim, qalə hədəthənə Hişam, qalə hədəthənə Yahya ibn Əbi Kəthir, an Əbi Qiləbə, an Əbil Muleyh, qalə كنا مع بريدة في غزوة في يوم ذي غيم فقال بكروا بصلاة العصر فإن النبي صلى الله عليه وسلم قال من ترك صلاة العصر فقد حبط عمله أخرجه الطيالسي وابن أبي شيبة وأحمد والبخاري والنسائي وابن خزيمة والبيهقي. Əsr namazını tərk edən kimsənin babı Muslim ibn İbrahim الأزدي الفراهيدي ثقة مأمون مكثر عمي بأخرة من صغار التاسعة مات سنة 22 و200. Çox hədis rəvayət edilmiş, güvənli və məmun birisidir. Son dönəmlərində, ömrünün sonlarında gözləri kör olmuşdur. 9-cu təbəqənin kiçiklərindəndir. Ölüm tarixi 222-ci il. Hişam ibn Əbi Abdillah Sanbar Əbu Bakr Əl-Basri الدستوائي ثقة ثبت وقد رمي بالقدر من كبار السابعة مات سنة 52 و100. Hişam el-Dəstuvai diye məşhurdur. Güvənilən səbt birisidir. Qədərlikdə itham olunmuşdur. 7-ci təbəqənin böyüklərindəndir. Ölüm tarixi 152-ci il. Yahya ibn Əbi Kəthiri tanıyırıq. Əbu Qiləbə, Hamsin, Abdullah ibn Zeyd, Əbu Muleyh, İbn Usama ibn Umeyr, Amir ibn Umeyr, ابن حنيف ابن ناجية الهذلي اسمه عامر ثقة من الثالثة مات سنة 98. Bu da güvənilən bir ravidir. Adı Amir'dir, adında ixtilaf olunmuşdur. 3-cü təbəqədəndir, ölüm tarixi 98-ci il. Dedi ki, biz Bureydə ilə birlikdə Ziğayn günündə döyüşdəydik. Və deyir, bizə dedi ki, Bureydə əsr namazını tezləşdirin, tez qılın. Çünki Rasulullah sallallahu aleyhi və səlləm demişdir ki, kim əsr namazını tərk edərsə, artıq əməlləri puça çıxmışdır. Hədisi Tayalisi, İbn Əbi Şeybə, Əhməd, Buxari, Nəsai, İbn Xuzeymə və Beyhaqi rəvayət etmişlərdir. İndi baxın ki, bir əsr namazını tərk edənin əməlləri puça çıxırsa, bütün namazları tərk edənin halı nədir? Özünüz qərar verin. Və axirdə əmanən elhamdülillahi rabbil aləmin.